Bu dəfə macəramız Qafqaz dağlarının qoynunda yerləşən qədim sənətkarlar məkanı olan Lahıcadır. Salam. Başım olur. Burada yol nişanında da qeyd olunub, bu ərazilərdən keçərkən ehtiyatlı olmağınız vacibdir. Təbii ki, Lahıc nəinki Azərbaycanın, bütün dünyanın turizm mərkəzidir. Biz də o macəraya yəqin ki, daxil olacaq. Bu dəfə macəramız Qafqaz dağlarının qoynunda yerləşən qədim sənətkarlar məkanı olan Lahıcadır. Bu dəfə yola həm idman, həm də nəqliyyat vasitəsi olan velosipedlə başlayacağım. Hal-hazırda olduğum yer isə İsmayılının Gəndov kəndinə yaxın olan bir ərazidədir. Qarşıda isə bizi sərt, enişli, yoxuşlu yollar gözləyir. Yerli sakinlərin dili ilə desək, mənə macəraman başlamış bəbiran, yəni mənim macəram başladı. Başım olur. Bir tozan oxu. Çox sağ olun. Çörəyə dəvət edirdiniz. Hə. Deyirlər, burada namazgahın ən dadlı çörəyi burada pişir. Hal-hazırda biz namazgah kəndindən keçirik. Çox sağ olun, var olun. Nuş boşu. Sağ olun, çox sağ olun. Gün mənə Taça dedi ki, xoş gəlmişsiniz. Gəlin bir tikə çörək yiyin, sonra yolunuza davam edərsiniz. Namazgah kəndinin sakinlərinin qonaqpərvərliyinin şahidi olduq. Verilişimizin adı nədir ki? Verilişimizin adı Tat dilində Mənə Macəriman. Mənə macərim. Nə deməkdir o? Mənim macəram. Bəli, verilişimizin adı Mənim Macəramdır. Lahıca gedirik. Salamat gedirik. Çox sağ olun. Həm Lahıcın tarixini çəkib göstərəcəyik, eyni zamanda da orada balaca Niyal şəlaləsinə yürüyüş edəcəyik. İnşallah yolumuz avan. Çox sağ olun. Çox gözəl ətri gəlir çörəyin. Nuş boşu. Sağ olun. Bundan dadmamaq olmaz. Təşəkkür edirəm dəvət elədiyiniz üçün. Sağ ol. Bəli. Ətri yayılıb bütün bu namazgaha. O dəqiqə bilmək olur ki, burada çörək bişir. İşiniz avanda olsun. Sağ ol. Çörəyiniz bərəkətli olsun. Yaxşı yol. Sağ olun. Mən də yoluma davam edeyim. Sağ ol. Artıq namazgah kəndindən çıxdıq. Qarşımızda Niyaldağ kanyonu, möhtəşəm görüntülü dağ mənzərəli yollar gözləyir. Burada yol nişanında da qeyd olunub, bu ərazilərdən keçərkən ehtiyatlı olmağınız vacibdir. Çünki hər an daşlar yolun kənarına düşə bilir. Həmin o qaya parçaları qırılır, tökülür yola. Ehtiyatlı olmaq lazımdır. Buralardan keçərkən diqqətli olmalısınız. Qulaqcıdan istifadə edərək bu yolları keçmək ümumiyyətlə tövsiyə olunmur. Çünki əgər hər hansısa bir daş parçası qırılsa, onun səsi gəlir. Əgər qulağınızda elə bir vasitə varsa, siz onu eşitməyəcəksiniz. Ona görə də
ayaq-sayaq olmalısınız. Necə deyərlər, bir gözünüz, bir qulağınız bu qayalıqda olmalıdır ki, az əvvəl burada da bayaq səs eşitdim, qırıldı, töküldü. Bir qulağınız və bir gözünüz sağ tərəfdə olmalıdır. Hər an, hər hansı bir daş parçası qırılıb yerə gələ bilər, sizə dəyə bilər, yəni çox ciddi xəsarət ala bilərik. Ona görə də yaxşı olar ki, buradan keçərkən ehtiyatımızı, diqqətimizi 1-ə 10 artıraq. Burada maraqlı bir yer var. İstəyirəm oranı sizə də göstərim. Deməli, baxın, qayanın o bir tərəfində bir yol var. Əslində belə baxanda yol olduğu bilinmir. Baxın, həm bu hissədə var, həm də digər hissədə, xırda hissədə. Ora keçmişdə at arabası yolu olub. Yəni insanlar Namazgahdan, Gəndovdan, digər kəndlərdən Lahıca həmin o qayalıqdakı olan at yolu deyirdilər ora. Həmin o yoldan keçərək gedirmişlər Lahıca. Lahıc o zamanlar böyük bir bazar olub, sənətkarlıq mərkəzi olub. Hər kəs məhsulunu satan, alan, ticarətçilər həmin yollarla öz məhsullarını Lahıca aparırdılar. Həqiqətən də çox maraqlıdır. İndi düşündükcə insanlar orana necə gediblər, görün nə qədər çətin, ekstremal bir yollarla qədimdə insanlar bu şəraitdə yaşayıblar. Daha sonralar isə burada maşın yolu Lahıca salınıb, indiyənə qədər də yəni bu yol istifadə olunur. Çox maraqlıdır. Həqiqətən baxdıqca, düşündükcə insanı dərin xəyallara aparır. Təsəvvür edin bir anlıq buralar olmayıb və insanlar həmin o sərt qayalıqların ətəyi ilə, ekstremal bir yolla Lahıca doğru gediblər. İndi isə at yolla yox, maşın yolla, velosipedlə macərama davam edirəm. Gəldik, çatdıq qədim dağ qəsəbəsi Lahıca. Velosiped elə bura park eləyirəm. Axıra da gəlib buradan götürərəm. İndi isə Lahıcı gəzək, yaxından tanıyaq.
Elə ilk növbədə istəyirəm Lahaz Tarix Diyarşünaslıq Muzeyini Salam Ümid qardaş. səyahət edeyim. Xoş gəlmisiniz. Çox sağ olun. Ümid qardaş, muzeyimizə tanış ola bilərsiniz. Əla. Demək, bura bizim Lahaz Tarix Diyarşünaslıq Muzeyidir. Gördüyünüz bu eksponatlar, bu əşyalar demək olar hamısı Lahaca aiddir. Lahac vaxtilə özünüz bilirsiniz, böyük şəhər olub, bir neçə məhəlləsi olubdur və hər məhəllədə demək olar məscid, hamam, bulaq, dəyirman, kanalizasiya sistemi və sənətkarlıq dükanı olub. Hal-hazırda burada bu əşyalar ki var. Bunların tarixi isə bizim eradan əvvəl 3 və 2-ci əsrlə təsadüf edir. Deməli bu əşyalar eramızdan əvvəl 3-cü, 2-ci əsrlərə aid edilir. Bəli, bu birinci hissə. Amma bu ikinci hissə isə orta dönəmlərə aiddir. Deməli bütün bunlar Lahacın nə qədər qədim yaşayış məskəni olduğunu sübut edən əşyalardır, tapıntılardır. Və onu da qeyd edirəm ki, vaxtilə Lahacda 40-dan çox sənət inkişaf eləyib. Ən başlıcası misgərlikdir, dəmirçilikdir, dulusçuluqdur, silahsazlıqdır, dabbağlıqdır və digər sənət sahələri. Və hal-hazırda bizim muzeyimizdə bu sənətləri əks etdirən nümunələr, eksponatlar qorunub saxlamaqdadır. Və qədimi silahları görürsünüz burada. Bəli. Bunların tarixi nə qədərdir? Bunlar orta əsrlərə aid. Bunlar da orta əsrlərə aid silah nümunələridir. Bəli, və soyuq silahlardır. Qədimdə bu gördüyünüz, buna kürsü deyirlər. Bunun xüsusi bir yeri vardı. Qoy mən bunu sizə qeyd edeyim. Görürsünüz? Bu kürsüdür. Bu ləmpəni də bu formada yerləşdirərlər burada. Görürsünüz? Bəli. Görürsünüz? Bu formada. Və bunun altında görürsünüz manqal var. Bəli. Biz bu manqalı elə-belə qoymuşuq. Əslində isə orada bir ocaq yeri olur və ora köz sökərlər. Və bunun ətrafında oturarlar, həm yemək üçün istifadə edər, həm də istimək üçün. Deməli bu kürsünü qış vaxtı istifadə edirlər. Altındakı manqalı yandırıb, həm evi isitmək üçün, həm də ətrafında oturub isinmək üçün istifadə olunur. Görürsünüz, bu qabı görürsünüz. Bəli. Buna Azərbaycanca sərnic deyirlər. Buna Lahac ilə belə də bəxtəvər deyirlər. Bəxtəvər. Lahaz dilində bəxtəvər deyirlər. Bəli. Bunun içində bal olur, yağ saxlayarlar, qatıq saxlayarlar, süd saxlayarlar və s. Və maraqlı bir qabımız isə buna isə satıl deyirlər. Bu satıldan da əsasən maye daşımaq üçün, daha çox belə də şərbat qabı kimi daha çox, yəni o xeyir məclislərdə şərbat paylamaq üçün istifadə edilir. Və keçək muzeyimizin ən maraqlı, unikal əşyalarından biri olan bu dəmirçi misgər körüyüdür. Görürsünüz? Buna körüş deyirlər. Deməli bu hava üfürür, kömürü çözəldir, misli qızdırmaq üçün, dəmiri qızdırmaq üçün istifadə edilir. Tarixi də 18-ci əsrdir. Bəli, demək, materialı camış dərisidir, qara palıd ağacıdır, bir də irli xırda mismarlardır ki, 300-dən çox irli xırdaları bu formada mismarlarla bərkidilibdir burada. Hal-hazırda da, məsələn, tutaq ki, elektrik olmayada yine istifadə, məsələn, o dükanlarda, məsələn, sənətkarlar, dəmirçilər istifadə edə bilirlər. Demək ki, hələ də istifadə olunur. Bir zəhmət olmasa, əlinizi tutun borunun qabağına, hiss eləyirsinizmi hava vurur? Burada hava gəlir. Bax, fikir verirsiniz, bunun da, bu körü də, bunun iki forması var. Bir, üç tərəflisi var bunun, bir də bir tərəflisi var. İki tərəflidən belə də dəmirçilər istifadə edir, bir tərəflidən isə misgərlər. Bir dənə mən də yoxlayım. Buyurun. Bu formada istifadə olunur. Bəli. Maraqlı. Bəli. Hamısı əl əməyinə, zəhmət tələb eləyən bir işlərdir. Dəmirçi işi, misgərli işi. Maşallah. Burada da biri-birindən maraqlı sənət nümunələrinə, eksponatlara rast gəlirik. Çox maraqlıdır. Bu əşya da diqqətimi çox cəlb elədi. Dəmirçilərin istifadə elədiyi vacib əşyalardan biri olub. Elektrik olmayanda da hələ də günümüzdə də istifadə olunur. Bəli, istifadə olunur. Və bundan başqa da qeyd edeyim ki, bu da bu əşyalar ki var, hamısı bilavasitə bu körün gücü ilə düzəldilibdir. Tarixi mənbələrdə qeyd olunur ki, vaxtilə Lahacda 8 silah sexi olub. Bu sexlərdə həm soyuq, həm də odlu silah istehsal edilib. Hal-hazırda gördünüz, bu silah nümunələri var. Soyuq silahlar da var, odlu silahlar da var. Maraqlı əşyalarımızdan biri də budur, eksponatlardan. Bu isə taxıldayan vəl deyirlər buna. Bu vəldir. Deməli, bunu qədimdə
atlara qoşardılar və o xırman deyilən yer var idi. Bu belə də zəmidən biçilən sümbülü sərərlər yerə və bunu da atlara qoşarlar. Bu dəmir bıçaqlar belə taxılı doğrayır və bu daşlara da ağırı düşdükcə o hərəkət eləyir də. Və bu formada hərəkət elətdikcə o taxılı sümbüldən ayrılır. Sonra onu belə də küləyə verərlər. Buğdası ayrı, samanı ayrı. Elə bir kombayn rolunu oynayır da. Ay sağ ol. Bəli. Bəli. Burada təxminən bildiyim qədərilə 1000-ə yaxın eksponat var. Bəli, belə eksponatlar var. Çox təəssüf ki, bizdə vaxt məhdudiyyəti var və bu bütün eksponatlar haqqında danışmağa vaxtımız çatmayacaq. Amma yenə də yetərincə bizə məlumat verdiniz. Çox xoş oldu. Mən sizə təşəkkürümü bildirmək istəyirəm. Ümid qardaş, mən bir şey qeyd edeyim ki, Bəli. indi hal-hazırda bilirsiniz də, deməli, bu Laçın dünyanın bir çox ölkələrinə qonaqlarımız gəlir. Hazırda görürsünüz, yerli qonaqlarımız da var, xarici qonaqlarımız da var. Təbii ki, Laç nəinki Azərbaycanın, bütün dünyanın turizm mərkəzidir. Bəli. Çox sağ olun. Buyurun. İşinizdə uğurlar sizə. İndi isə Lahacda qədim miskərlik sənətinə məşğul olan Nəzər müəllimlə görüşəcəyik. Onun emalatxanası da buradır. Nəzər müəllimlə həmsöhbət olub miskərlik sənətinin fəlsəfəsindən, miskərlik sənətinin incəliyi ilə maraqlanacağıq. Eyni zamanda hazırda əlində olan işlər, hazırladığı məhsullar haqqında məlumat alacağıq. Elə isə keçək içəri. Salam. Xoş gördük. Gəlmək olar. Salam. Buyurun, buyurun. Xoş gördük Nəzər müəllim. Xoş gəlmisiniz. Necəsiz? Bu gözəl verilişdən xoş gəlmisiniz mənim emalatxanama. Çox sağ Maraqlı olun. verilişdir mənim macəram. Bəli. Biz də o macəraya yəqin Uyğun. ki, daxil olacaq. Bizim üçün də maraqlı olacaq. Bəli. Bura miskərlik emalatxanasıdır və biz də böyüklərimizdən öyrəndiyimiz bu sənəti hələlik ki, davam etdiririk. Çox gözəl. Yəni bu sənətin çox inkişaf elədiyi vaxtlar olub, nisbətən zəiflədiyi vaxtlar olub. İndi zamandan asılı olaraq, bazardan asılı olaraq dəyişir. İnsanlar mis metalını tanıyandan bu sənət Lahıcda təşəkkül tapıb, mövcud olub və əsrlər boyu, min illər boyu bu inkişaf edərək gəlib deməli çox yüksək səviyyələrə çıxmışdı. Lahıcda 40 sənət növləri ilə bərabər ən çox inkişaf edəni miskərlik sənəti olub. Hətta bəzən Lahıc sözünün mənasını miskərlikdə axtarırlar. Miskər sözünün mənasını Lahıc sözündə axtarırlar. Lahıcın qəribəliklərindən biri də ondadır ki, Lahıcda və onun ətrafındakı ərazilərdə, mikrorayonlarda heç vaxt bu metal faydalı qazıntı kimi olmayıb. Həmişə uzaq məsafələrdən daşıyıb bura gətiriblər. Burada onu işlədiblər, nələrsə düzəldiblər, istehsal ediblər və yenə daşıyıb aparıb satış üçün başqa yerlərə, bütün Azərbaycan ərazilərinə, yaxın ölkələrə, qonşu ölkələrə, uzaq ölkələrə, İraqa qədər, məsələn, Orta Asiya ölkələrinə qədər daşıyıb bizim tacirlər aparıb misin ticarətini təşkil ediblər. Çox təəssüf ki, bugün biz misdən, dəmirdən çox istifadə eləmirik. Mətbəxlərimizdə plastmas qablar daha çox yer alır. Müxtəlif tədbirlər münasibəti ilə keçirilən məsələn yığıncaqlarda və sair yerlərdə iştirak edirik. Bu sənətimizi təbliğ edirik. Eyni zamanda xarici ölkələrdə. Bütün Avropa ölkələrində, Rusiyada, Orta Asiya ölkələrində dəfələrlə iştirak eləmişik və sənətimizi göstərmişik. Bu da bizim sənətin tanınması üçün, ümumiyyətlə yerimizin tanınması üçün
çox böyük rola malik olan tədbirlərdir, bəli. Çox gözəl Nəzər müəllim, ətraflı məlumatları verdiniz bizə. Deməli belə aydın oldu ki, Lağızda misgərlik zaman keçdikcə müasir dövrlə ayaqlaşır. Hər bir şey zavodda hazırlanır, satışa çıxarılır. Amma əl əməyi demək olar ki, dünya, insanlıq yaranandan hər zaman olub, bu gün də davam eləyir. Siz də bunu İnsanlar istər-istəməz əl işi olan əşyaları qiymətləndirirlər. Bəli, hər zaman əl işi çox olub, həmişə hörmətdədir. Bəli, hər zaman hörmətdədir. Sizin sözünüzə qüvvət. Sizin düzəltdiyiniz mis samovar varmı burada? Var, bəli. Bu misdən olan samovardır. Məsələn, bəli. Metalı ağır olanda, qalın olanda təbii ki, o gec qaynayacaq. Çünki sən o metalı da 100 dərəcəyəcə qızdırmalısan. Ona görə nisbətən onu nazik düzəldirik ki, daha az enerji istəsin, yəni yanacaq istəsin. Bəzən olur ki, insanlar misdən olanı xoşlayırlar və ya müalicəvi axtarırlar ki, misdən olan samovar. Yəni bir dənə, iki dənə hərdən onlardan da düzəldirik ki, müştəri istəyəndə deməyək ki, yoxdur. Bizim Azərbaycan ərazisində bax samovardan öncə belə bir əşya olub, belə bu təzədir, mən düzəltmişəm, amma köhnə ənənəvi qaydadadır. Adı simuzər olub bunların. Bunlar əsasən səhracətlər üçün, yəni adamlar üçün ki, daim gedərdilər, ticarət dalıcan, ziyarətə gedərdilər. Belə bir əşya hərəsinin xurcununda olurdu. Təbii ki, o vaxt nəqliyyat vasitəsi at idi, dəvə idi. Bu əşyanı özlərini aparardılar. Yəni yolda dayanmasınlar, vaxt itirməsinlər. Buna köz atırlar, qaynayır. Tez bir zamanda çay əldə eləməyi. Dəmir elə içərisinə atırlar, dəm alır və məsələn 1 litr, yarım litr, 800 qram tutan belə simuzələr olur. Sonra bu əşyalar bunun quruluşundan istifadə eləyərək Rusiya samovarları istehsal olunubdur. Adını da özlərinə uyğun adlandırıblar. Forması da başqa, materialı da biraz başqa. Deməli, Lağızda qədim samovar bu cür olub və adı simuzər olub. Simuzər olub adı. Bu çölçülük eləyən adamlar üçün çox qiymətli əşya olub. Ona görə adını simuzər deyiblər. Yəni simuzər çox gözəl addır. Qızıl əşyalar bir ovuc bir yerdə olanda ona simuzər deyiblər. Qiymətli əşyalar bir ovuc bir yerdə olanda ona simuzər deyiblər. Simuzər deyiblər. Bu da qiymətli olub. O çölçülük eləyən adamlar üçün ona görə adını simuzər qoyublar. Qədimdə macərapərəstlərin ən çox istifadə etdiyi çaydan olub. Macəra üçün, yol üçün həmişə mənə lazım olan bir. O sizə uyğun. Əladır. Bunun adını qoyaq macəra. Bundan başqa digər şeylər də məsələn düzəldirik. Məsələn talım ki, çöl çırağı, qara çıraq deyirlər. İndi Ələddin lampası daha çox deyirlər. Eşitdiyimə görə Lahıcda qədimdə hər kəs qapısının önündə çıraq yandırmalı idi. Əgər kim yandırmırdısa da onları cərimə eləyirdilər. Küçə qapıları olan yerlərdə, əsasən küçə qapılarının böyürlərində bir yerdə, iki yerdə, çox vaxt hər qapının hər iki tərəfində, ən azı bir tərəfində xüsusi bir yer düzəldirdilər. Ora çıraq yeri idi. Axşamlar çıraq qoyurdular və o çırağı yandırırdılar. Küçə işıqlansın deyənə. Yəni tam qaranlıq olanda heç olmasa o orientiri itirməsinlər, adamlar görünsün. Çox maraqlı bir faktdır. Kiminki ki yanmazdı, bəzən olurdu ki, külək söndürərdi və ya yanacağı qurtarardı. Bəli. Onda səhərsi işıq cəriməsi olub. İşıq cərimələnirdi ki, sənin qapındakı lampa axşam yanmayır. Bəli. Əla. Çox gözəl. Məsələn, bu tip əşyalar düzəldirik. Bax, kasalar naxışlanır və ya talım. Bu Avropa oyunlarının simvoluna oxşayır bunlar. Avropa oyunları vaxtı o Avropa oyunlarının loqosu nar idi. Bəli. O vaxtdan bəri biz də elə bunları düzəldirik. Hal-hazırda əlinizdə hansı iş var idi? Hal-hazırda bax bu sinilərdən hansı ki sonda belə bir şey olacaq. Məsələn, gələnlər üçün sini deyirlər. Bu yəni balaca boşqab kimi misdən düzəldirik. Əsasən bax əvvəldən belə başlayır. İlk forması bu cür olur. Bəli, ilk forması bu təbəqə halında olan misdən kəsirik. Bizə lazım olan ölçünü balaca, böyük və s. Sonra xətt deyirsiniz bunu? Hə də xətt deyirik ki, biraz simmetrik olanda qəşəng görsənir. Sonra onu bax bu misdən bu forma boşqabı düzəldirik, sinini düzəldirik və başlayırıq sonra naxışlamağa. Naxışlayıb qutarandan sonra hardasa axırda
elə bir şey alınıb. Çox qəşəng, çox maraqlı. Siz gələndə elə mən bu ilə məşğul idim. Yəni naxışlayırdım, yenə İstəsəz göstərərəm, bəli, baxarsınız. davam eləyərsiniz. Çox maraqlı olar. Xoşum gəldi bu sini qabdan. Sanki elə bil zavoddan çıxıb, möhtəşəmdir. Naxışlamaq üçün istifadə etdiyimiz alətlər bunlardır. Balaca bir çəkic, bir də metal bir qələm. Bunlardan istifadə edərək naxışlar. Naxışlar da adətən biz öyrənirik ki, bizim məsələn böyüklərimiz, əcdadlarımız hansı naxışları daha çox işlədiblər. Maraqlıdır. Çünki çalışırıq həm ənənəni davam eləyək, həm də bütün naxışların bilirsiniz bir fəlsəfəsi var, bir fəlsəfi əsası var. O əsasları pozmaq olmaz. Əliniz, qolunuz hər zaman belə qüvvətli olsun, möhtəşəm əl işlərinizi davam etdirəsiniz. Biz isə macəra axtarışını davam eləmək istəyirik. Bu dəfə Lahacın təbiətinə üz tutacağıq. Biz isə qarşıda, bəli, ekstremal təbiət qoynunda piyada yürüşlər gözləyir. Dağıc təbii bir qaladır, hər tərəfdən dağlarla əhatə olunub. Bizim bu dağlarımızda min bir mənzərə, min bir gözəlliyi var. Bəli. Yazı da gözəldir, yayı da gözəldir, qışı da gözəldir, hər fəsli gözəldir. Bəli. Və hər zaman baxmağa, çəkməyə, görməyə, nəsə tapmaq olur. Bəli, elə biz də uğurlar sizə. Çox sağ olun. Biz də elə məqsədimiz Azərbaycanın təbiətinin təbii gözəlliyini dünyaya və Azərbaycana çatdırmaqdır. Təşəkkür edirəm. Sağ olun, şad oldum. Uğurlar sizə də işlərinizdə.